Salam əziz həmvətənlər, salam olsun hər kəsə. Bugün aprel ayının 29-u, Tofiq Yaqublu artıq 29 gündür ki, azlıq aksiyasını davam elətdirir. Hal-hazırda vəziyyət çox kritikdir. Artıq Tofiq Yaqublu yaddaşını itirir və bir çox şeyi xatırlamır. Bugün bizim ailə həkimimiz olan Adil Qeybulanı bugün də buraxmadılar. Dünən buraxılmasına razılıq vermişlər, amma son anda qərardan imtina elədilər. Dünən buraxmadılar və bugün də buraxmadılar. Bu açıq-aşkar İlham Əliyevin Tofiq Yaqublu öldürmək üçün verdiyi bir tapşırıqdır, bu bir cinayətdir. Bugün mən Azvan səfirliyinin qarşısına gəldim və öz tələbimi, öz etirazımı bildirmək üçün. Biz mübarizəmizi dayandırmayacağıq və sona qədər Tofiq Yaqublu azad olunana qədər, siyasi məhbuslar azad olunana qədər biz mübarizəni davam elətdirəcəyik. Gəl, qox. Çölə çıxmağa qorxurlar. Bu azğın hakimiyyətin iç üzüdür də, insanlarla üz-üzə gəlməyə qorxurlar, xalqın içinə çıxmağa qorxurlar. Çünki suslu olduqlarını bilirlər, deməyə sözlərinin olmadıqlarını bilirlər. Bugün 29 apreldir, 29 gün ac qalmaq insan həyatı üçün necə təhlükəli olduğunu inanıram ki, hər kəs bilir. Və Tofiq Yaqublu xatırladım ki, yeganə bir siyasi məhbusdur ki, o heç vaxt azlıq aksiyasını nəticə olmadan dayandırmayıb. Bunun nəticəsi ölüm də ola bilər, azadlıq da ola bilər. Tofiq Yaqublu bu addımdan heç vaxt geri çəkilməyəcək. Tofiq Yaqublu kimdir? Tofiq Yaqublu məktəb vaxtı əlaçı olaraq fərqlənib. Tofiq Yaqublu əsgəri, Sovet dövründə əsgərlikdə olanda əsgərlikdə fərqlənib. Tofiq Yaqublu 88-ci ildən Milli Azadlıq Hərəkatına qoşulub. Orada da öz ölkəsi, xalqı üçün mübarizəsini davam elətdirib. 92-ci ildə Xocalı faciəsindən sonra Azərbaycan xalqının başına gələn faciələri dözməyərək könüllü olaraq öz ailəsini geridə qoyaraq könüllü olaraq Qarabağ müharibəsinə yollanıb. Buradan mən Tofiq Yaqublu azadlıq tələb edirəm, bütün siyasi məhbuslara azadlıq tələb edirəm. Mübarizə sona qədər davam edəcək. Yaşasın demokratiya, yaşasın Tofiq Yaqublu.